Dərəlez mahalının təbii coğrafiyası dağlıq ərazidir və yolları keçilməz yollardır. Orada çoxlu çaylar və bu çayların üzərində isə yaşayış məskənləri olmuşdur. Burada bir neçə müdafiə xarakterli qala tikilmişdir ki, bunlardan biri də Salsal qalasıdır. Divarlarının uzunluğu 5 kilometrə qədərdir, eni isə 2 metrdən 4 metrə qədər enində tikilmişdir. 5 kilometr ərazidə 12 dənə gözətləyici qüllə tikilmişdir ki, hansı ki, buradan həmin yollar nəzarətdə saxlanırdı. Usta Daşçıqalının bir şeiri var ki, 70 pilləkəni göyün ərşində Sirat körpüsüdür, Salsal qalası. O elə bir zirvədədir ki, oradan keçən yolların hamısını, hətta ətrafda olan kəndlərin nəzarətdə saxlamaq olurdu. Hər hansı bir təhlükə yaranarsa, ətrafda yaşayan əhali məhz o qaladan istifadə edərək müdafiə olunurdu. Qalanın hər iki qapı hissəsində, tikintisində bazalt daşlarından istifadə olunub, yəni yonulmuş daşlardan. Amma qalanın özünün tikintisində isə əsasən qaya daşlarından istifadə ediblər. Ermənistan hökuməti olaraq burada 2 dəfə bərpa işləri aparıblar. Ermənilər hər hansı bir abidənin üzərində bərpa işi aparırsa, o abidədə saxtalaşdırma da aparırlar. Yəni bunu biz bilirik. Yəni çox abidələrimizdə məsələn Səlim Kərvancı arasında bunu misal kimi göstərmək olar ki, onun kitabəsini tam ermənilər dəyişmişdi. Hansı ki, kitaba üzərində tikilən dövr ərəb əlifbası ilə qoyulmuşdu. Ermənilər məhz o kitabanı dəyişib başqa bir güya ki, ermənilərə aid bir kitaba yerləşdirməyə çalışırdılar və bir hissəsində də yerləşdiriblər. Və həmin abidədə də indi biz bilmirik. O abidə çünki hal-hazırda orada olduğu üçün biz o abidədə hansı bərpa işləri aparılıb və necə aparılıb, o abidənin dəyişikliklər olubmu, olmayıbmı? Yəni bu haqda demək olar ki, məlumat yoxdur. Ancaq bilirik ki, 2007, 2011, 2018-ci illərdə bu abidə üzərində ermənilər bərpa işləri aparıb. Onu da deyim ki, hal-hazırda həmin mahalın ərazisində turizmin baxımından ən çox gedilən yerlərdən biridir o qala. Tarix yalanı sevmir. Tarix silinə bilməyən yaddaşdır və o yaddaş yalnız sahibinə aid olur.